Hər kəsə salam, YouTube kanalıma xoş gəldiniz. Bacım Elnarə və qızımla gəlmişik Abşeron Ticarət Mərkəzinə. Əsas gəlmək səbəbim burada mən bacım üçün şokolad buketi düzəldəcəkdim Rəhimə üçün. Səhifəni də Instagramda görmüşdüm, dedim elə gəlin buradan alım ləvazimatları. Keçəndə də gördüm ki, belə bir mağaza var, burada hər şey ucuz qiymətədir. İstədim ki, elə görən kimi də alım. Bu yaxınlarda da Rəhimə ad gün eləyəcək, ona görə də tortu özü bişirmək istəyir. İstədim ki, elə bişirmək üçün belə biskvit qabı olsa yaxşıdır. İstənilən razmerdə açıb böyütmək də olur. Mən özüm üçün Lökbatandan 8 manat almışdım, amma burada hər qiymətə var. 7 manat 50 qəpiyə, 5 manat 50 qəpiyə də var. Süzgəcı var. Var. Neçədir bunlar? Əsas da bizə belə dəmçaniki lazım idi, daşcanik, yəni içində süzgəci də olsun. Qiyməti də 5 manat 50 qəpik idi, məncə çox münasibdir qiyməti. Bunların da süzgəci yoxdur. Bəli. Süzgəci var arası. Qulpunu özünüz taxarsınız da. Ondan 2 dənə verin. 2 dənə. Bir dənə 32-yə uyğun verin. Bu şeylər də var, qulplar da var, başlıqlar da var belə. Başlığını da götürərəm. Trendyoldan tava sifariş vermişəm. Ona görə də gəldim ki, elə belə qapağından da alım. Yəni onun qapağı yox idi. Tavanın da ölçüsü 32 sm idi. Buradakı qapaqlara baxdım, gördüm məndə evdə 2 dənə o qapaqdan var. Dedim onda heç ehtiyac yoxdur ki, almağa. 70 qəpikdir. Belə bir aşüsən götürdüm. Qiyməti 9 manat. Bu arada sizdən bir kiçik xahişim var. Əgər abunə deyilsinizsə, lütfən kanala abunə olasınız. Videonu like edərək də keşfətə sala bilərsiniz. 13-cü korpusu güclə tapmışıq. Başqa yerlər rahat tapılıb. O biraz iç tərəfdədir. Biz gələndə bura mağaza bağlı idi. Başqa yerə istədik gedib baxaq. Yəni tapmadıq onca aksesuarları. Axır səhifələrindəki nömrəyə zəng vurdum. Gördüm ki, götürdülər. Dedilər ki, elə mağaza bağlanır. Düz vaxtında gedib çatmışam. Penoplastın ölçüsü mənə 25 lazım idi, özdə ürək formasında. Burada yox idi. Başqa yerdən də tapa bilməyəcəyimizə görə elə 30 santimlik götürdüm. Dedim elə evdə ürək formasında özüm kəsərəm. Rozunu götürüm. Burada işıq yanıb sönür. Sonradan Instagramda qabağıma Sədərəkdə də penoplast satılan yerlər çıxdı ürək formasında. Orada daha münasibdir. Gəlin dəfə ora gedəcəm. Bu arada Instagramda şokolad səhifəm var. Miss Çokolada Baku. O səhifəyə də girib abunə olsanız, takib eləsəz çox sevinərəm. Hazırladığım şokolad buketini də həmin səhifəyə qoyacağam. YouTubedan gələn müştərilərə də 30% endirim eləyəcəm xüsusi olaraq. Biz gəldik, çatdıq evə, aldıqlarımıza baxaq görək nələr almışam. Bəzilərini gördünüz alarkən, bəzilərini də çəkməmişdim, onları da göstərim sizə. Birinci qabağıma parfum dükkanı çıxdı, orada yazılmışdı ki, depo parfum. Dedim, yəqin ki, orada duxular ucuz olar. Doğrudan da ucuzuydu. Yəni, çoxu topdan alırdı orada. Aldığım duxu Tiziana Terenzi Kirke'dir. Yaxınlaşıb soruşanda ki, mən TikTokda görmüşdüm ki, topdan satışı olur. Qramı 12 qəpikdən, 15 qəpikdən olan tuxular olur. Dedim, sizdə də elədir. Dedi ki, burada elə tuxular olmur. Yəni, deyir, elə satılan tuxular keyfiyyətsiz olur. Yəni, ondan alsaz heç bir qalıcılığı olmayacaq. Tiziana Terenzini normalda mən 2.50-yə alırdım qramını. Amma orada mənə indirim elədi, 1 manat 50 qəpiyə verdi qramını. 15 qramdır, yəni 30 ml parfum qabında 15 manata aldım. Qoxusu da yaxşıdır, məncə keyfiyyəti yaxşı olar. Aşüsəni göstərmişdim orada, 8 manat almışdım. Məndəki evdə plasmas idi, o sınmışdı. Dəmir aldım ki, möhkəm olsun. Ən böyük ölçünü aldım. Özüm balaca almadım ki, birdən mən çoxlu miqdarda aş bişirəndə, elə mənə lazım olanda elə böyüyünü istifadə edim. Belə bir duz qabını mən Home Store-dan almışdım. Oradakı qiyməti yadımda deyil. Bunun qiyməti 1.30 idi orada alanda da, videoda da çəkmişəm. Bunu əsas birində duz qabı kimi istifadə edəcəm, yəni yaşılı. Bu qaranı da elə istiot üçün mənə lazım olacaq. Bunu da 70 qəpiyə aldım. Bu bıçağın qiyməti yadımda deyildi. 1.20 falan idi mən biləm.
belə əsas meyvə doğramaq üçün limon doğramağa məncə yarayar. Belə bir qapaq tutacağı almışam. Qiymətini yadımda deyil. Soruşmadım da heç. Evdə lazım olur, bir də görsən. Bu keks qabını əsas Rəhimə almışam. Mən keçən dəfə öz tərəfimizdən alanda 8 manat idi. Videoda baxıb deyərəm, yadımda qalmır. Hündürlüyü 12 cm-dir. İstədiyiniz endə eləmək olur, açılıb bağlana bilir. Ondan məndə var idi. Mən 8 manat almışdım Lökbatanda, o bu tərəfdə. Bunu mənə 7.50-yə verdi ya da 5.50-yə verdi. Maksimum belə açılır. Maksimum bu boyda açılır. Dəm çaynikindən 2 dənə götürdüm. Birini Elnarə özü üçün götürdü, birini də mən özüm üçün götürdüm. Əsas bunun filtri var, ona görə götürdüm ki, dəm süzməyə rahat olacaq. İçində belə süzəndə var, rahat bir şeydir. Məndə evdəkində də var belədir. Yəni bir də əlavə dəm süzənə ehtiyac yoxdur, elə içində olmağı daha yaxşıdır. Qulpu da belə şeydəndir, həsirdəndir. Qıraqları məfdildəndir, istədiyiniz kimi əymək olar, birləşdirmək olur. Çox rahat bir şeydir. Bunun biri 5.50 idi. 2 dənə götürdüm, birini özümə, birini də bacıma. Bu da elə onun kimi də eyni rəngdədir. Əsas mənim Abşeron Ticarət Mərkəzinə getmək səbəbim Rəhiməyə şokolad buketi hazırlayacaqdım. Ona görə də mənə belə ləvazimətlər lazım idi. Belə bir penoplastın qiyməti yadımda deyil. Mən bilən belə bir onun qiyməti 6 manat idi. Bir dənə də belə bir qutu aldım. Paylama qutuları içində. Keçən dəfələri bəy xonçası eləmişdim. Onda bəlkə baxanlar bilər, keçən vlogda. Onda lazım olacaq mənə xonçalarda. Lentin qiymətini bilmirəm. Bir dənə də belə lent götürdüm. Enları da özünə belə bir jılka deyirlər, yoxsa leska deyirlər, belə bir şey götürdü. Bu da 50 qəpik idi. Və belə bir kəpənəklər götürdüm. 6 dənə demişdim, 4 dənə verib. Yoxsa 5 dənə verib. Mənə penoplastın ürək formasında olan lazım idi. Orada yox idi, təəssüf ki. Evdə kəsmək olar ürək formasında. İnşallah ki, səliqəni kəsərəm. Buradan belə bir şokoladlar düzəcəm, Kinder. Üstünə də ki, Ferrero Rocher şokoladları, bir hissəsində də gül düzəcəm, üstünə də kəpənəklə qoyacam. Hazır halını da görəcəksiniz inşallah. Gülü açıb göstərmədim, açım sizə göstərim, bir görün necədir. Həm də özü görərəm. Güllər belə birləşikdir, ayırmaq da olar. Məftildir bu, hissələri məftildir. Qırmızı ilə rozov arasında qalmışdım. Satıcı dedi ki, elə rozovunu götür. Yəni, rozovu daha gözə gələndir. 6 dənə buketdir. Hərəsində də 6 dənə güldür. 36 dənə gül. Gəlmişik Bravo marketə. Şokolad buketi hazırlayacağım. $14 manatdır bunun qiyməti. Belə qabda olanı da 17 manat 50 qəpikdir. Yuxarıdakı da 37 manat. 5 dənə də belə Kinder şokoladı götürdüm. Biri 4.50-dəndir qiyməti. Bir dənə də belə çay götürdüm. Jelibon gördü, bir dənə də banaya belə jelibon götürdüm. Yaşıl çayın qiyməti limonlusu 1 manat 99 qəpik. Keçdik növbəti günə. Trendyoldan karqom gəlib. Gəlin baxaq görək nə almışam. Uzun zamandır mən Trendyolda nəsə sifariş eləmirdim. Birdən girdim, baxdım, gördüm ki, münasib qiymətli şeylər də var. Əsas mən tava axtarırdım. Temudakı tavalara inamım yoxdur, nəsə bilmirəm.
Dedim, Türkiyənin malı daha keyfiyyətli olar. Ona görə də Trendyoldan sifariş elədim. Sifarişi mən ayın 31 dekabr sifariş vermişdim. 15-i gəlmişdi yanvarın. Amma mənim xəbərim yox idi 15-i gəlib. Ayın 20-si getdim. 20-si yox, 21-i getdim götürməyə. Tava almışdım, amma üstündə belə bir hədiyyə qoyublar. Belə bir önlükdür. Yaxşıdır məncə. Materialı yaxşıdır. Su keçirməzdir. Qalındır həm də. Çox sağ olsunlar. Bunu mən Elnarə bacıma verəcəm. Mənim evdə 2 dənə Temudan almışdım. Heç onları istifadə eləmirəm qalıb. Bunu mən Elnarəyə verəcəm. O belə şeylər istifadə edir, yəni xoşuna gəlir. Keçib əsas məsələyə, tavan materialına. Tavan materialı kristal tava, qranitdir. Keyfiyyətli materialdır. İçi düz deyil, naxışlıdır. Arxa hissəsində yazılıb Türkiyənin malıdır, Made in Türkiyə. 72 manat 91 qəpikdən düşmüşdü. 48 manat 54 qəpiyə. Yəni 72 manat elə belə yazırlar ki, 72-dən enib 48-ə. Yəni normalda onsuz da 48 manata satırlar bunu. Amma mən bunu 31 manat 68 qəpiyə almışam. Necə almışam onu da sizə deyim. Deməli 30% endirim elədilər kuponla. 13 manat 59 qəpiyi mənə kuponla endirim elədilər. Belə bir şey də çıxıbmış ki, əvvəllər Trendyolda kargon pulu ayrı çıxırdı. Məhsulu alırdınız, hər məhsul alanda onun kargosu ayrı çıxırdı. Yəni səbətə nə qədər məhsul əlavə edirdinizsə, hərəsinin öz kargosunun firması ayrı çıxırdı. Ona görə də sərf eləmirdi. Trendyoldan daim məhsul almırdım, Temudan alırdım. Amma bu dəfə gördüm ki, deməli burada da Trendyolda da 30 manatdan yuxarı məhsul alanda kargo pulsuzdur. Deməli 4 manatda kargon pulunu endirdilər. Ümumilikdə 17 manat 58 qəpik endiriblər. 48 manat 54 qəpikdən düşüb 31 manat 68 qəpiyə. Bunu yoxlayarıq, görək necədir. Bu tavanın qapağı yoxdur. Evdə mənə elə gəlir ki, 2 dənə qapaq var, düz gələcək. Ona görə də əlavə qapaq almadım. Bunun ölçüsü 32 santimdir. Rəhimə işdən gələndə belə bir kofta gətirib banıya. Çox gözəldir, xoşuma gəldi. İçində zərli saf var, çox gözəl koftadır. Bunu Rəhimə iş yoldaşı verib, çox sağ olsun, Terranova firmasındandır. Qiymətini bilmirəm neçədir, amma keyfiyyətli materialdır. Əynində geyinlər baxarıq, görək necə qalır. Əsas da bu detayı xoşuma gəldi ki, burada zamoklandır. Yəni boynunu rahat keçirmək üçün zamokla açıb bağlamaq olur. Belə açıb rahat geyindirmək olar. Bu arada təzə aldığımız dəm çayını istifadə eləməyə başlamışıq. Çox yaxşıdır. Evə gedən kimi özüm üçün də açacağam, istifadə eləyəcəm. Həqiqətən çox bəyəndim. 5 manat 50 qəpiyə çox yaxşı məhsuldur. Burada da 3 bacı dolması bişirmişəm. Rəhimə gəlib yoldaşı ilə ailəlicə bu gün oturacam. 2 tava bişirdim ki, hamımıza bəs eləsin. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Abunə olmağı və videonu bəyənməyi unutmayın.